Əvvəllər mənim xroniki nəfəs alma problemlərim var idi. Çəpər əyriliğim olduğuna görə yuxudan oyanırdım, təzyiq problemləri yaşayırdım, qalxırdı, düşürdü və bundan bağlı həkimə getdim və burunda həm çəpər, həm septum əyriliyi olduğu qənaətinə gəldi həkim və bildirdi ki, icbari tibbi sığorta sayəsində əməliyyat olmaq mümkündür. Beləcə mən 15-16 yaşımda hardasa 2021-ci il olmalıdır əməliyyat oldum və hal-hazırda da heç bir problem yaşamıram bununla bağlı. Burun çəpər əyriliyi həm uşaqlarda, həm də böyüklərdə sıx rast gəlinən problemlərdəndir. Ancaq bu diaqnoz qoyulan hər kəs əməliyyat olunmur. Üstəlik, bir çox vətəndaş tibbi zərurət yarandıqda bu əməliyyatın icbari tibbi sığorta hesabına həyata keçirildiyini də bilmir. Mən də uzun bir müddətdə, hətta uşaqlıqdan bəri çəpər əyriliyindən əziyyət çəkirəm. Çox yaxın zamanlarda həkimə müraciət elədim. Ümid edirəm ki, yaxşı olar, çünki artıq demək olar ki, nəfəs almaq olmur. Əgər burun çəpəri əyriliyi səbəbindən bizim nəfəs almamızda ciddi bir problemlər yaranırsa, o zaman əməliyyat göstərişdir. Problemlər yaranırsa dedikdə nəyə nəzər tuturam? Məsələn, xoruldamanı, baş ağrıları, təng nəfəs olmamız, tez yorulmamız, hər hansı bir təzyiqlə bağlı problemlər, bunlar hamısı burun çəpərindən qaynaqlanan nəfəs alma problemləri yarada bilir. Ən çox verilən suallardan biri isə burun əməliyyatının hansı hallarda icbari tibbi sığorta hesabına icra olunması ilə bağlıdır. Burun çəpəri əməliyyatı burnumuzun içərisində aparılan bir əməliyyatdır. Yəni bu zaman burnumuzun xarici görkəmində hər hansı bir dəyişkənlik olmaz. Bu icbari sığorta ilə qəbul olunan bir əməliyyatdır. Amma təbii ki, əgər burnumuzun xarici görkəminin dəyişməsindən də söhbət gedirsə, bu artıq estetik əməliyyat sayılır və bu hər hansı bir sığorta bu əməliyyatı qarşılamır. Dövlət Tibbi Sığorta və Ekspertiz Agentliyindən bildirildi ki, burun çəpər əyriliyinin aradan qaldırılması məqsədi ilə aparılan septoplastika tibbi göstəriş olduğu hallarda xidmətlər zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır. Əməliyyatdan əvvəl tələb olunan diaqnostik müayinələr, laborator analizlər və cərrahi müdaxilə də sığorta təminatına daxildir. Əməliyyat ilk növbədə dövlət tibb müəssisələrində həyata keçirilir. Bu mümkün olmadıqda isə vətəndaş Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisəsinə yönləndirilə bilər. Agentlikdən onu da vurğulayıblar ki, kosmetoloji və estetik məqsədi ilə aparılan rinoplastika əməliyyatları icbari tibbi sığortanın təyinatına daxil deyil. Maya Sabir qızı, Rizvan Əkbərli, İTV Xəbər.